Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Biz bir müddət öncə Azər Ağayev adlı keçmiş döyüşçünün 7 günlük mühasirə həyatı ilə bağlı süjet, video material yayımlamışdıq. Orada bildirilirdi ki, Azər Ağayev digər hərbiçi yoldaşları ilə birlikdə 7 gün mühasirədən sonra demək ki, 4 nəfər erməni tank ekipajını əsir götürülərək Azərbaycan tərəfinə keçə biliblər. Və bu müsahibəmiz insanlar tərəfindən həm maraqla, həm də biraz şübhə ilə qarşılandı. Biz bu günləri həmin mühasirədə iştirak eləmiş növbəti döyüşçünü sizlərə təqdim edirik. Cəbrayıl bəy, hər vaxtınız xeyir olsun. Özünüzü tam olaraq izləyicilərimizə təqdim edin, zəhmət olmasa. Hər vaxtınız xeyir olsun. Mən Kazımov Cəbrayıl Əvəzoğlu Oğuzqayan Yaqublu kəndində dünyaya göz açmışam. Demək, 92-ci il avqust ayında hərbi komissarlıqdan bizə çağırış gəldi. Mən çağırışa getdim hərbi komissarlığa. Bizi oradan apardılar Bakıya. O üçün bir gecə Bakıda qalıb. Səhərsi günü bizi avtobusa mindirib apardılar Qubadlıya. Oradan bizi bölüşdürdülər. Biz getdik Qubadlının Əlquşağı kəndinə. Biz öz mövqeyimizdə dayanmışdıq təzədən. Biz dedilər ki, batalyondan gəlinə qədər ki, saldat var. Əgər Əliyevin batalyonu geri qayıtsın, əgər Əliyevi dəfn eləməyə, döyüş burada dayanır. Bizim uşaqlar oradan çıxdı, biz ikimiz qaldıq orada. Rəhmətli Sahib Şirin oradan, mən qaldım orada. Bizim yanımızda Laçın batalyonunun komandiri Vaqif Cabbarov var idi. Bunun da yanında 4 nəfər öz əskəri var idi. Mənə uzatdı Sivyazı. Sivyazı mənə uzatdı. Dedi ki, ala mənim naçanlik ştabımla var idi, Muxtar var idi, onun qərargah rəisi idi, bilməm nə idisə, onunla dedi əlaqə saxla, gör yuxarıda vəziyyət nətərdir. Bu da özü bir adamlıq bilindajdı, beləmsənə ki, gözləmə mövqeyində, səngərdə beləmsənə uzanır. Mən bu Muxtarla əlaqəyə çıxdım. Muxtarla danışanda dedi ki, vəziyyət gərgindir. Onda gördüm ki, ermənilər tanklardan hücuma keçib, üzü Laçın tərəfdən Qubadlı Güləbird istiqamətinə. Buna dedilər ki, qoy bizim tanklar vursun onların tanklarını. Dedi ki, biz çıxanda Laçından bizə güllə atmayıblar. Həmən anda gördüm Pavarotdan erməni tankları bizim istiqamətə hücuma keçdi. Bizim də yanımızda bir tank var idi. Bu tankın ekipaj heyəti tankı zapravka edən vaxtı bunlar başladı bizi artilleriya vurmağa. Vaqif Cabbarovda yoxdur, heç şey. Bir rəhmətli sahibdir, bir də mən. Bu yaralıya da nə götürmək mümkün olmadı. Nə heç bir şey. Biz həmən o zəmini, əkin sahəsini sürünə artilleriyanın altında sürünə özümüzü çatdırdıq zəminin qırağına. Nəsə oraya özümüzü bir tərə saldıq o tikanlığa. Erməni kolonları da deyək, saldatı. Bəlkə də olardı, mən desəm ki, 3000-4000 nəfər, siz deyin ki, azdır. Piyada bir tərəfdən, artilleriya bir tərəfdən,
tank BMP'si bir tərəfdən hücuma keçirdilər. Bunlar gəldilər sahənin qırağından, bizim başımızın üstündən. Bizdən də o yanda, dərənin o yanki üzündə bizim soldatlar qaçırlar. Bizim soldatlar geriyə qaçırlar. Biz o qara tikanlıqda sığındıq. Yağış yağır. Ayağı yerə qoyursan, dayanmır. Oturursan, dayanmaq mümkün deyil. Bütün o soldatların arkasından, bizim başımızın üstündən o dərənin dibinə içəri başladılar güllə vorana tutmağa. Bunlar gəldi, bizi keçdilər bizdən qabaq tərəfə. Bizi Güləbird tərəfə. Gəldi biz orada sığınandan sonra yavaş düşdük düzə. Dərənin içinə düz yerə düşdük. Başladıq. Çay aşağı burada bir nazik bulaq suyu gəlirdi. Orayla yavaş aşağı düşmeye. Düştük, xeyli aşağı geldik. Ücə qaranlıq düşür, biz heç aranı bilmirik, tanımırıq. Yolu yüzü seçmək olmur. Xeyli geldik biz qabağa. Nəsə bir gecəni qaldıq sahədə. Biz o gizləndik, orada qaldıq. Səhəri Nə sahəsi? Əkin sahəsiydi ora, yoxsa boş sahədir? boş sahədir, çolluqdur. Dərə, təpə. Neçə nəfərsiz? Və bunu bir də xatırladaq da. Azər Ağayev də müsahibəsində xatırladıb. Neçə nəfərsiz tək qalanlar? Biz 3 nəfərik. Rəhmətlik Sahib Şirinov, Azər Ağayev deyir, bir də mənəm. Nəysə biz gəldik, xeyli gəldik qabağa, çıxdıq biz asfalta. Yola gəldik, çıxdıq, yoldan gəlirdik, gördük ki, bəlkə maşınlar gəlir. Arxadan maşınlar gəlir. Biz birinci gizləndik. Maşınlardan gizləndik, erməni kolonu. Dəqiq bilmirik ki, bu erməninin kolonudur mu, bizim kolondur mu? Soldatdan dolu ermənilər deyil. Əl elədik, bunlar saxlamadı maşını. Bunlar maşını saxlamadı. Biz bunların dalından göğe yaylım ateşi açdıq ki, bəlkə saxlayalım. Bunlar saxlamadı. Biz əllərimlə də işarə edirlər ki, verəncənə. Gəlin, gəlin. Biz gəldik, çıxdıq. Laçının Mırıdərə kəndi. Gəldik Mırıdərə kəndindən toranın düşmüşdü axşam tərəf. Özümüz də suyun selin içində özümüzə orada bir sığınacaq tapdıq, bir daxma var idi. Girdik daxmaya, gördük daxmada bir dənə qabaq stoludur, bir dənə yekə peşdi, yanında odunun dadı. İçəridə ləvazimatlar, zadlar var idi. Qaranlıqdır deyib, gələmədik, bundan bənd olmadı. Nəsə, çölə çıxmağa soyuqdur, yağış yağıbdır, islanmışıq. Nəsə, quşlatlarımızı, zadımı, xəbərimizi soyunduq, qurutmağa, peçqalıyıq. Aynanı zadı bağladıq ki, çölə işıq düşməsin. Peçin çölə çıxan turbasını da çıxartdıq ki, çölə tüstü çıxmasın. Qoy elə binanın içində olsun tüstü. Dedik gəlib, gecəni burada qalağın. Buradan səhər açılanda bir göz işığına baxağın, görək hansı səmtə gedirik, nə varıq, qurlandıq. Səhər bir vaxtı gördük ki, içəri səs gəlir. Demək, o binanın arxası tərəfi də yol imiş. Bizim yolda xəbərimiz yoxdur. Biz dərə yuxarı gəlib çıxmışıq ora. Gəldik, nəsə orada gecəliyyəsi olduq. Dedik, növbəli istirahət eləyək, biraz yorğunluğumuz çıxsın.
Dedilər ki, yox. Elə hamımız yıxılıb yatağın, üçümüz də yataq. Durub səhər o başdan deyirlər. Heç kim fikir olmasın, dincələr. Dedilər ki, rəhmətli sahib dayıda, Azərdə. Dedi, gəlin onda belə eləyək. Qranatları bağlayaq deyə qapıya. Qranatları, 2 dənə qranat bağladıq qapının rıbışqasına ki, qapı açılan vaxtı əgər kimsə içəri girsə, gələsə, qranatlar partlasın da. Biz elə bil ki, həmən gündən ermənilər ki, bizi gəldi, üstümüzdən açdı, keçdi Güləbir istiqamətinə. Biz bunlardan arxadayız. Nəsə, ermən orada binadan çıxdıq, yamaçdan, kəndin yamacından. Bir xeylaq getdik. Xeylaq biz getdik, gördük qabaqda ağzı yuxarı gəyə çıxırıq, dağa sələ. Getdik, fırlandıq, bu canlı qüvvə birdən-birə səs kəsildi bunların, danışıq yoxdur, texnikalar orada dayanır. Biz orada erməninin 2 tankını məhv elədik. O necə məhv elədiniz? Azər də danışıb, siz də danışın. Necə məhv elədiniz o tankı? Bizdə var idi ki, protiv tankova qranatlar var idi. Elə bir ki, 1 litrlik, fərz elə ki, 1 litrlik Arap tukası kimi qranatlar idi. Protiv tankova. Bizim özümüzdə eşmiş okumuz, dadımız, bütün hər bir sursatımız var idi. Onları orada 2 tankını partlatdıq. Biz özümüzü verdik dərə aşağı. Elə bil ki, Mığı dərə ilə o Qızartı dağının istiqamətində. Nəsə getdik, biz yuxarı çıxdıq. Dağın üstündədir, yamaçda. Sıldırım qayalar, 4 dənə belə sıldırım qayalardır. Elə bil ki, kubik daşından hörmürsən. Nəsə orada yaxınlaşanda gördük, səngərlər var, ermənin veşmiş oklardır, nə bilim, ərzaq var, sursat var, yeşiklərdə patronu dadır. Biz özümüzə xeyli sursat götürdük, qranat zat götürdük, patron. Erməni lavaşı götürdük. Posta elə ki, həmən elə post olubdur. Yerlərini dəyişiblər, bilmirəm. Yoxsa harasa gediblər, elə orada qalıbdır. Orada biz götürdük. Erməni sigareti, bizə lazım olan produktdur, sigaretdir, bir də sursatdır. Biz qalxdıq üzü dağa sarı. Qalxdıq üzü Qızartı dağına sarı. Axşam tərəfidir, gün bata-batı gözləyirik ki, ermənilərin şeyləri var, postları var. Postu görə nə dəri keçirik? Ermənilər cərgə ilə postları qurdular, hardasa postların arası olar 100 metr, bəlkə də 200 metr beləncənə. Nəsə keçdik, günün batmağını gözlədik ki, biraz toran düşsün, erməni postundan keçə bilək. Postu keçdik biz, düşdük, üzü Səfyan tərəfə gəlirik. Nəsə biz gəldik Səfyan tərəfə, gecənin bir vaxtı gördük ki, biz heç nə orientirovat edilmirik, heç nə bilmirik, hara gedirik, nə var gör. Gecənin təzdən orada xırda bir meşəlik var idi, ağaçlıq. Gecəni orada qaldıq. Səhər üzü açılanda biz səmtimizi başladıq gənə yolumuza davam eləməyə. Gəldik ora nəsə, sonra çatanda
Kəndin üstündə, kəndin içində də dedilər ki, daha texnikalar zadı deyədir, canlı qüvvəsi zadı 2 mərtəbəli ev idi. Mən bilmirdim orada kimin evi o deyə, nə bilim, nətərdir. Mən nabələd adam Oğuzdan gedib bu vaxtıya çıxmışam. Nəyəsə, bununla biz düşdük çay aşağı, üzü Səfiyana gəlirik. Erməni kolonunun arkasına düşdük. Gecədir, qaranlıq düşüb. Günüz elə bir ki, gizlənirdik. Nabudət edirdik, özümüzə tuturduq. İstiqamət tuturduq ki, bu istiqamətə geçsək, gedib biz Qubadlı istiqamətinə çıxacaq. Bəzi erməni kolonunun arkasına düşdük. Yalan olmasın, bizim aramız olardı, ermənilərdən bizim aramız 10-15 metrə. Bunlar piyada döyüş maşınlarının da arkasından piyada gedirlər. Piyada döyüş maşınının üstü dolu, qışqırar, oxuyar, nə bilim, səs-küy yarada bunlar gedirlər. Biz bunların arkasından getdik, gördük, qabaqda özü bunlar lap çoxaldı. Səs-küy çoxaldı, bunlar dayandı. Biz yolumuzu dəyişəsi oldu. Suyumuş, çuxurlar var, şeylər. Əkin sahəsindən biz çıxdıq ki, dərəyə tərəf. Dərəyə tərəf çıxdıq, gəldik nəsə, gecədir. Düşdük bir balaca çaya. Bir balaca çaya düşdük, nəsə, suzundan su içməyən, neçə gün su içməyən adamlar, açsız. Bir xeyli vaxtdan sonra gördüm mən ürəyim bulanır. Dedim mən yaman ürəyim bulanır. Dedilər ki, Allah, bizim də ürəyimiz bulanır. Deyəsən bu su bulanıq olur. Nəsə ki, suyun qırağında elə özümüzə daldanaraq tutduq. Xeyli vaxt dincələndən sonra səhər açılıb, üzü aşağı başladıq çaydan gəlməyə. Gəldik, günüz hərəkət eləmək olmur ki, hər tərəfdən ermənilər var, var. Dedik ki, bizə buradan sağ-salamat çıxaq. Gizlənə, ehtiyatdan gələdik, gələ axşam düşdü. Nəsə biz onlardan aralı gəldik. Düşdük gene bu çay qırağı, dedik ki, bu suyun istiqamə axarına biz ancaq gedib gəyə çıxa bilərik Qubadlıya. Orada elə bil ki, bizə rast gəldi ermənilərin təzən piyada döyüş maşınları, BMP-2, BMP-1. Nəsə qərara gəldi ki, bunları geriyyətə partladaq. Nəsə bunların ikisini də məhv elədik gənə. Elə bil ki, Səfiyanla Qubadlının Nuru Dərə arasında böyük düzəldiklər orada. Mövqe seçiblər özləri. Gördük, heç kim yoxdur. Texnikalara yaxınlaşdıq. Təzən bunların 2 dənəsini də partlatdıq orada. Üzü aşağı başladıq qaçmağa. Məftillər çəkiblər şahmatı formada. Demək, sahə minalanıbmış. Nəsə, oradan keçdik biz. Məftil ayağıma ilişdi orada məni. Süngü bıçağının ilə kəsdim məftili. Üstdən aşağı qaçdı. Gəldik, gördük ki, bizim cəsədlər var da. Belə baxdıq cəsədlərə, həmən vaxtı da forma köhnə Afqaniski
formalar var idi şeydən, xəbələr. Gördük bizim formalardı. Qolunda Azərbaycanın bayrağı. Silahlardan biz götürənmədik. Ancaq özümüzə getdik, daraq götürdük. Ki silahı götürsək bizə yük olacaq. Bu qoz ağacının altında biz özümüzə bir tərəfimiz elə ki, bölgənliyə diriyib, bir tərəfimizdə ki, orada gecəliyyəsi olduq. Quşlatız adam üçün orada döyüşə gedəndə gedə qoymuşuq. Gecəni qaldıq orada, bilmirəm, təxmini 2 saat yatmışdıq, saat yarım yatmışdıq, 3 saat yatmışdıq. Bir vaxtı şıqıltı gəldi. Yatmaq deyəndə belə də elə gözümüzü yumub dincəlirdik. Bu Azər dedi ki, nə şeydir? Səs gəlir. Dedim mən də səs eşitmişəm. Amma bu görək nədir? Bir vaxtı bu şeylədi ki, bu dovşandır. Dovşan qaçdı. Dovşan qaçdı. Nəsə durduq. Çayda əl-üzümüzü yuduq. Biraz suzad içdik. Özümüzə biraz qoz tədarik elədik. Adama 5-10 dənə qoz yiyib, biraz da ciblərimizə qoz yığdıq, nə bilim, elədik. Gördük çayın qırağında bir dənə səyəkli, bir dənə saldat gün katyollar vardı, yekə. O 18 litrlik, 20 litrlik, bu indiki kanistrlər boyda bir katyoldur. Gördüm bu səs gəlir qabaqdan. Amma bu katyolları görmüşük suyun qırağında. Çayın qırağında qoz ağaçları, cərgəylə. Dörtkənin dalından belə geləyəndə boylanıb gördüm ki, rəhmətli Sahib dayı parmağınla belə işarə elədi ki, susun. Daha səs eləməyir. Sahib dayı bir tərəfə, mən də arkada bunları gözləmə mövqeyinə eləmişəm. Bu rəhmətli Sahib dayı dedi ki, əllər yuxarı. Əllər yuxarı deyəndə bunlar duruxdular beləcə. Durmaq istəyəndə başsonra qayıtdı ki, rus dilində. Rukıverk. Rukıverk deyən kimi bunlar əllərini qaldırdı. Silahlar zadı yerdə. Nəsə bu bunları arxası üstə uzadır. Ağız aşağı uzadır. Əllərini arxadan flaşkalat kanunu kəndiri var idi. Onunla bunların əl qollarını bağlayır. Bunları təzdən otuzdurduq diz üstə. Silahlarımız adını götürdük bunların. Dedi ki və gedi. Bizim dostlarımız girov düşübdür. Sizi onlardan dəyişəcək. Nasıl bir xeylah gəldik. Gəldik biz çıxdıq. Asfalta çıxanda Laçın Güləbir geydi, terasıdır. Oraya çatanda gördük ki bir dənə plakat var yolun qırağında. Qazi Dərəsi yazılan plakatlı istiqamət. Oraya çatanda gördük ki yolun qırağı zadı var, geydi. Hamısı heyvan leşi, nə bilim geydi. Yox, onlara biz şeylədik, başa saldıq ki bizim yoldaşlarımız girovdur, sizi dəyişəcək olar. Elə bir ki, hardasa saat olardı, səhər 10 olardı, 11 olardı beləcənə. Dedi, 1-2 saatdan sizi biz onlardan dəyişəcək. Öz veşmişoklarımızı çıxartdıq. Ermənilərin kürəyinə yüklədik. Avtomatların mağazinin zadını boşaldıq. Veşmişoka qoyduq. Yüklədik bunların kürəyinə. Birinə veşmişok çatmadı.
flaşbalatların arasına yığdıq bu daş, qara daş. Ki qoy yükləri ağır olsun, birdən qaçarlar, geyləyərlər. Birimiz qabaqda, birimiz arxada, birimiz də yanında. İndi asfaltdan gəlirik. Dağdan başladılar bizi atmağa. Dağdan başladılar bizi atmağa, qışqırdıq, atmayın, atmayın. Biz Azərbaycanlıyıq, falan batalyonun uşaqlarıyıq. Mənlə bir gözləmə mövqeyində dayanmışdılar orada. Qayıtdı ki, haradasan, biz də səni axtarırıq. Sən hara getdin, necə oldun? Dedim, sağ olun da, bizi qoyub qaçdınız, xəbər eləmədi. Biz gözləmə mövqeyində dayanmışıq posta. Siz bizi qoyub qaçmışsınız. Nəsə, dedi, yox. Elə biz də sizi axtarırdıq, namına arırdıq. Bunların yanından ötdük, biz üzülcül Əbirdə tərəf gəlirik. Təzdən başladılar bizi gene ateşe tutmak. Bizi ateşe tutmağa gene kışkırdık, elədik, ya atmayın, atmayın. Gördük yok, bunlar dağdan da atırlar bizi çayın qırağından. Nəsə kışkıra gel bunlara səs saldık ki, ya biz Azərbaycanlılarıq da atmayın bizi. Bəs yanınızda olan o 4 nəfər ermənilər barədə nəsə sordular mı sizdən? Ki bunlar kimlərdir? Nəsə orada bizdən soruşdular ki, bunlar kimdir? Bunlar kimdir deyəndə dedi ya, bunlar Qusar batalyonun uşaqlarıdır. Qorxublar. Neçə gündə aşsurdular, nə danışa bilirlər, nə eləyə bilirlər. Halım var gəzməyə. Orada biz gelende deyəndə ki, biz mühacirədən çıxıb gəlirik, gelirik. Dedilər ki, hə, oldu. Dedik, bəlkə eləyək də, ermənilərin harada canlı qüvvəsi, texnikası, harada nəyi var, onu eləyək. Dedilər ki, gəlin, sizin xəritədən başınız çıxır, siz xəritə göstərib qoyublar qabaqlarına. Orada onların məsafələrini, yerlərini deyin. Ermənilər də mənim yanımdadır. Buradan rəhmətli sahiblərlə Azər getdi ştaba, bunlar bir xeyli çəkdi. Bir saata kimi çəkdi. Bəs ermənilərin kimliyinin gizlədilməsində məqsəd nə idi? Niyə gizlədirdiniz ermənilərin kimliyini? Ermənilərin elə gizlədirdi ki, rəhmətli milli qəhrəman şəhidimiz Əliyar Əliyevin qısasını almaqdan, Muradxanlıdan körpünün üstündə biz bir 66 var idi. 66'ya elədi ki, bizi Qubadlıya apar. Dedi ki, mən kiyə qalxıram, Başarata qalxıram. Sınaya, Sursat aparıram. Mən gedənmərəm. O arada bir Qazalüş gəldi. Bu Qazalüşə deyəndə Qazalüş dedi ki, mən gedənmirəm, mən benzinim yoxdur, nə bilim, nəyim yoxdur. Böyle körpünün üstündə oturup gözləyirik ki, görək nəydən gedirik. Orada bir Qaz 24 geldi. Qaz 24'ten 3 kişi xeyları, bir tane de bayağı hündü qadın xeyları düşdü. Sası kətik, ağ koftalı, qara yufqalı. Dedi ki, minin maşına. Ermənilər avtomatı açmışıq ermənilərin boynundan, geçmiş onların zatı üstündə. Düz geldik Qubadlıya. Qubadlıya geldik, bu polisin da bir qabağından keçdik. Dedik, Framur batalyon. Ümumiyyətlə ermənilərin əsir götürülməsində sizin də əməyiniz oldu. 3 nəfərdən biri olmuşsunuz siz həmin o prosesdə. Sonradan dövlət tərəfindən də müəyyən mükafatlar filan ayrıldı mı sizə bundan ötürü? O haqqı hesabdan sonra biz Obskaya geldik, qayıtdıq. Bir xeyli vaxt keçəndən sonra rəhmətli sahib daim Şirinov Bakıya gedəndə Bakıda
Bunu çağırırlar ki Daxili İşlər Nazirliyinə. Həmin vaxtı İskəndər Həmidov rəhmətlik pul mükafatı verib göndərmişdi. Bizə materyala sigaret, ərzaq göndermişti o bize. Biz de o hemen gönderilen pulu rahmetli Sahip Dayı dedi ki gelin bunu bütün saldat arasında bölüşeyin. Hərənin adına siyahıyla onda Rus'un 50'likləri idi rubl. Pulun ceylan vaxtıydı. Adam başına 50 rubldan siyahı eləyib bütün saldata böldü ki koy hamının sigaret pulusu olsun. Sigaretin zaten difsit olan vaxtlarıydı. Ama ayda bir dəfə rəhmətlik Bakıya gedirdi. Bakıya gedib qaydanda bize batalyona göndərirdilər. Daxili İşlər Nazirliyindən ərzaq da göndərirdilər, sigaret de göndərirdilər. Sonra bize bir 30 dəst AMO'nun formasını gönderdiler. Geyim. Patinkasından tutmuş, buşlatına, xebesine ki.